Porto Riko'da ikinci əl mebellərlə Pinterest evi yaradıram. Hissə 1. Bugün sizə həm 2 gündür üstündə işlədiyim, xəyalını qurduğum dolabın möhtəşəm dönüşünü göstərəcəm, həm də maraqlı mövzuda fikirlərimi bölüşəcəyəm. Fikir isə budur. Süni intellekt müəllimləri əvəz edə bilməz. Səbəbi isə çox sadədir. Müəllimlik sadəcə bilik ötürmək deyil. Düsturlar, qaydalar, imtahan sualları illər keçdikcə çoxu unudulur. Amma şagirdlərin yaddaşında qalan başqa şeylər olur. Çətin anda dediyimiz bir cümlə, onlara həqiqətən inandığımızı göstərən bir baxış. Müəllimlik yolunda ən böyük dərsləri də məhz bu anlardan öyrənmişəm. Öyrəndim ki, işlədiyim hər gəncin mütləq ki, içində bir istedadı var. Və ən əsası, dəyər aşılamağın nəticəsini illər sonra görürsən. Biliyi hər yerdə tapmaq olar. Amma dəyər ötürmək, təəssüf ki, hər müəllimin bacardığı bir şey deyil. Belə, danışa-danışa birinci dolaba yeni nəfəs verdik. Sizcə möhtəşəm dəyişim necə oldu? Bir də, sizcə şagirdlərə bilikdən əlavə nə verilməlidir gözəl insanlar?